özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. İnşallah ki, qarşıdan Rəcəb ayı gəlir. Əleyhissalam. Rəcəb ayı mübarək aylardandır və Rəcəb ayının gəlməyi bizə xəbər verir ki, Ramazan ayına az qalır. O möminlər ki, Ramazan ayını səbirsizliklə gözləyirlər. Rəcəb ayı Ramazan ayına hazırlıq ayıdır. Mənəvi cəhətdən Ramazan ayına hazırlaşmaq üçün elə Rəcəbdən başlamaq lazımdır. Dualarda bu cürdür. Peyğəmbərimizin dualarında var. Belə bir dua edirdi. Allahümmə barik lənə fi Rəcəb. İlahi bizim üçün Rəcəb ayının bərəkətli etkinə və Şaban ayını bərəkətli etkinə və bəlliğnə şəhru Ramazan. Bizi Ramazan ayına çatdırgına. İnşallah ki, Allah Taala'nın lütfü ilə Rəcəb ayında bir sıra əməllər, ibadi əməllər var ki, onları yerinə yetirməyin savabı çoxdur. O cümlədən ümrə ziyarətinin Rəcəb ayında yerinə yetirməyin savabı çoxdur. Və daha sonra Rəcəb ayında zikirlər var, Məfatihül Cinan kitabında var və bir sıra dua kitablarında qeyd olunub Rəcəb ayının duaları, Rəcəb ayının namazları var. İnşallah gücümüz çatan qədər bu ibadətlərdən yerinə yetirək və Rəcəb ayında oruc tutmaq var. Rəcəb ayında oruc tutmağın savabı çoxdur. İmam Musa Kazım əleyhissalam buyurur ki, mən samə yawmən min Rəcəbin səqahullahu min zalikəl nəhr. İmam Musa Kazım əleyhissalam buyurur ki, Rəcəb cənnətdə bir dənə çayın adıdır. Rəcəb. Süddən ağdır, baldan şirindir. Tərifi bu cürdür o çayın. Süddən ağdır, baldan şirindir. Hər kəs ki, Rəcəb ayında oruç tutsa, İmam Musa Kazım əleyhissalam, mən samə yawmən min Rəcəbin, hər kəs Rəcəb ayında oruç tutsa, Allah Taala ona o çaydan içməyi nəsib edər. Rəcəb ayının bir sıra xüsusiyyətləri var. Digər aylardan fərqləndirən xüsusiyyətləri var. İslam dinindən əvvəl haram aylar içərisində 4 haram ay var idi. Onlardan biri Rəcəb idi. Rəcəb, Zilqədə, Zilhiccə, Məhərrəm. Bu 3 ay ardıcıl gəlir. Rəcəb bunlardan aralı düşüb. Haram ay dediyimiz zaman, yəni orada müharibə etmirdilər, qan tökmürdülər, bu cürlə. Rəcəb ayı barəsində Peyğəmbər sallallahu buyurur ki, İnna Allaha Taala nəsəbə fis-səmai sabiəti mələkən. Allah Taala göyün 7-ci qatında bir mələk qərar verib. Yuqalu ləhu dai. Ona dai deyirlər. Mələyin adı daidir. Bu dai yəni nə deməkdir? Dai yəni dəvət edən, yəni çağıran deməkdir. Niyə dəvət edir, hara dəvət edir? Deyir, bu həmin mələk fəizə dəxələ şəhru Rəcəb, Rəcəb ayı daxil olan kimi yunadi, cəmaatı çağırır, nida edir. Yunadi zalikəl mələk, kullu leylətin iləs-səbə, gecədən səhərə qədər cəmaatı çağırır ki, tubali zakirin, xoş olsun zikr edənlərin halına. Tubali taiin, xoş olsun itaat edənlərin halına. Və yəqulullahu Taala ənə cəlisun mən caləsəni. Allah Taala buyurur ki, hər kəs bu Rəcəb ayında mənimlə həmsöhbət etmək istəsə, mən ondan həmsöhbət olaram. Və mutiun mən ətəəni, hər kəs mənə itaat etsə, ona itaat edəm. Və qafirən mən istəğfərəni, hər kəs istiğfar etsə, onu bağışlayaram. Əş-şəhru şəhri, Allah Taala buyurur ki, ay mənim ayımdır. Peyğəmbər sallallahu buyurur ki, Rəcəb Allah Taalanın ayıdır. Şəban mənim ayımdır. Ramazan isə ümmətin ayıdır, müsəlmanların ayıdır. Və kəlamın davamında Allah Taala buyurur, şəhru şəhri, ay mənim ayımdır. Vəl-əbdu əbdi, bəndə mənim bəndəmdir. Və rəhmətu rəhməti,
rəhmət mənim rəhmətimdir. Fəmən da'a həzə şəhr əcəbəthu. Hər kəs bu ayda dua eləsə, onun duasını qəbul edərəm. Və mən səələni əteytəhu. Hər kəs məndən istəsə, ona əta edərəm. Və mən istəhdəni hədeytəhu. Hər kəs hidayət olmaq istəsə, onu hidayət edərəm. Və cəəltu hazə şəhr həblən. Bu ayı Allah Taala buyurur ki, bir ip vasitə qərar vermişəm. Beyni və beyni ibədi. Özümlə bəndələrimin arasında. Fəmən itəsəmə bihi vasələ iləyyə. Hər kəs bu ipdən yapışsa, hər kəs Rəcəb ayını layiqincə keçirsə, vasələ iləyyə. Mənə çatar Allah Taala buyurur. Rəcəb ayının xüsusiyyətlərindən qeyd olunur ki, qiyamət günündə hər kəs Rəcəb ayını ibadətlə keçirdər. Yəni, orucunu tutar, zikirlərini edər və hətta Rəcəb ayında insanlar xəstəliyi ilə əlaqədar, səhhəti ilə əlaqədar, sağlamlığı ilə əlaqədar oruc tuta bilməsə, onlar üçün xüsusi bir zikirlər var, dualar var ki, həmin duanı oxumaqla, həmin zikri oxumaqla Allah Taala o orucun savabını ona nəsib edər. Bəlkə indi bu bizə biraz şübhəli görünsə də, amma reallıqda o duanı oxuyan insan öz əqidəsini bildirir, öz niyyətini bildirir ki, ilahi mən həqiqətən bu ayda oruc tutmaq istəyirdim. Və daha sonra qiyamət günündə münadilər olur, nida edənlər, Allah Taala tərəfindən nida edənlər olur. Və həmin nida edənlər barəsində biz danışmışıq. Quran-ı Kərimdə də ayələr var. Munadilər, yunadi, belə bir nida edənlər barəsində. Məsələn, hədislərdə var, qiyamət günündə Peyğəmbər sallallahu buyurur ki, Allah Taala tərəfindən nida olunacaq ki, Eynə Zeynul Abidin. Eynə Zeynul Abidin. Bütün insanlar hamısı məhşər toplaşıb, Allah Taala tərəfindən nida olunur. Hardadır Zeynul Abidin? Hardadır Allaha ibadət edənlərin zinəti? İmam Zeynul Abidin əleyhissalam barəsindədir bu kəlam. Həzrəti Peyğəmbər buyurur ki, mənim nəslindən olan Zeynul Abidin qalxacaq ayağa. Allah Taala tərəfindən belə bir nidalar olacaq. Eynə Fatimiyyun. Hardadır Fatime-i Zəhranı sevənlər? Hardadır Əhl-i Beytə məhəbbət göstərənlər? O necə Yasin surəsində Allah Taala buyurur, hələ o da nida barəsindədir. Vəm tazul yawmə eyyuhəl mücrimun. Ey günahkarlar, ayrılın. Daha hamınız bir tərəfə toplaşın. Və daha sonra belə bir nida olunacaq. Eynə Rəcəbiyyun. Rəcəbiyyunlar hardadır? Rəcəb ayında ibadət edənlər, oruc tutanlar, zikr edənlər. Eynə Rəcəbiyyun. Hardadır Rəcəbiyyunlar? Onları Allah Taala xüsusi bir imtiyazla, mükafatla onları qarşılayacaq. Və Rəcəb ayının xüsusi duaları var ki, hər namazdan sonra oxunması tövsiyə olunur və həqiqətən çox gözəl, məzmunlu dualardandır. Ya mən ərcuhu li kulli xeyr. Ey o kəs ki, bütün xeyirlər səndəndir. Bütün xeyirlər səndəndir. Və əmənu səxətəhu ində kulli şər. Və bütün çətinliklərdə, bütün pisliklərdə sığınacaq yermişsən bizim. Ya mən yutil kəsirə bil qəlil. Ey o kəs ki, aza çox verirsən. Biz az edirik, amma sən çox verirsən. Ya mən yuti mən səələ. Ey o kəs ki, istəyənə verirsən. Ya mən yuti mən ləm yəsəlhu. Ey o kəs ki, istəməyənə də verirsən. Allahdan başqasından istəyir, amma verən Allahdır. Çox maraqlı bir şeydir. Allahdan başqasından istəyir, amma Allah verir. Ya mən yuti mən ləm yəsəlhu. Ey o kəs ki, istəməyənə də verirsən. Təhənnunən minhu və rəhmə. Özlə nuşcanlıqla verirsən, rəhmətlə verirsən. Ətini bi məsələti
İyyəkə cəmiə xeyrid dünya və cəmiə xeyril axirə. Bizə əta etginən bütün dünya xeyirlərini və bütün axirət xeyirlərini vasrif ənni vəsrif ənnə bizdən uzaqlaşdırgınan şərrə dünya və şərrə axirət, dünya və axirət pisliklərini. Bəs bu həmin Rəcəb ayının duasını Allah Taala hamımızdan qəbul etsin. Allah Taala Rəcəb ayını hamıya mübarək qərar versin. İnşallah Rəcəb ayını layiqincə keçirməyi cümləmizə nəsib etsin. İnşallah. Allaha and veririk öz izzət və cəlalına, öz böyüklüyünə. Allah Taala bu cümələr hörmətinə bizim cümə namazını, cümə ibadətini və bütün müsəlmanların cümə ibadətini qəbul etsin inşallah. Allah Taala günahlarımızı əfv etsin, tövbələrimizi qəbul etsin. Allah Taala aqibətimizi xeyirli etsin, dünya və axirətimizi salamat etsin. Allah Taala dünya və axirət çətinliklərindən cümləmizə nicat versin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala dua, salam, salavatlarımızı İmam Zaman əleyhissalamın zuhuru üçün zəmin qərar versin. Allah Taala inşallah evlərdə, xəstəxanalarda nəzərdə olan bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala dünyadan köçən şəhidlərimizə və dünyadan köçənlərimizə, dünyadan köçən cəmi müsəlmanlara Allah Taala qəriq rəhmət etsin. Allah Taala qazilərimizə şəfa inayət etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala müsəlmanların arasında vəhdət, birlik, səmimiyyət, mehribançılıq qərar versin. Allah Taala müsəlmanları daim qalib qərar versin. Allah Taala inşallah öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Onlar ki, iltimas-ı dua deyiblər bu cümələrdə, dua olunmalarını xahiş ediblər. Allah Taala onların da dualarını qəbul etsin. Allah Taala qəlbimizdən keçən aşkar və gizlin dualarımızı, dünya və axirət barəsində olan dualarımızı və bütün müsəlmanların dualarını dərəcəyi qəbul yetirsin. İnşallah.